Məktəb dostlar və məni izləyən valideynlər, bugün 7-ci sinif dərsliyinin ikinci yarımildəki mövzularını izah edəcəm. Yeni bölmə, 4-cü bölmədir və kamilliyə doğru mövzusudur. Kamillik nədir? Yəni ki, insanın düzgün, məntiqi düşünə bilməsi, ağıllı düşünə bilməsi deməkdir kamillik. Yəni kamil insan artıq yaxşını pisdən ayırmağı bacarır. Hər yerdə, hər məkanda danışığını, hərəkətini bilir və s. Gəlin baxaq. Zamanın idarə olunması, uğura doğru gedən yol müəyyən zaman kəsiyindən keçir. Yəni, əgər sən uğur əldə etmək istəyirsənsə, bu birdən-birə olmur. Müəyyən zaman müddətində baş verir. Zaman isə heç vaxt lövbər salmayan, sürətli gəmiyə bənzəyir. Lövbər salmayan uşaqlar, yəni ki, dayanmayan. Bəzən gəmilər dayananda ki, suya ağır bir dəmir atırlar. Bax, o lövbər adlanır və ya sahilə daha doğrusu bir dəmir atırlar. Bu lövbər adlanır. Deyək ki, zaman heç vaxt lövbər salmayan, yəni dayanmayan sürətli bir gəmiyə bənzəyir. Onu saxlamaq, geriyə döndərmək mümkün deyil. Lakin ağılla idarə etmək olar. Səhər oyanarkən axşamacan qarşımızda uzun bir zaman kəsiyinin olduğunu zənn edirik. Və bir çox işlər planlaşdırırıq. Ancaq gün başa çatanda bu işlərin çox az bir hissəsini həyata keçirdiyimizin fərqinə varırıq. Yəni, biz səhər tezdən duranda planlaşdırırıq ki, bugün bunu edəcəm, bugün onu edəcəm falan filan. Amma günün sonunda görürük ki, bəzi işlərimizi heç eləyib çatdıra bilməmişik. Vaxtın belə sürətlə ötüb keçməsinə heyrət edir, mənasız keçirdiyimiz saatlara təəssüflənirik. Deyir, altına xətt çəkilmiş cümlənin ifadə etdiyi fikri aydınlaşdırın. Deməli, mən artıq biraz əvvəl də izah elədim. O deməkdir ki, zaman, gəmi dayanır, lövbər salıb dayanır. Lakin zaman lövbər salıb, yəni dayanmır. Ona görə deyir, lövbər salmayan bir gəmiyə bənzəyir. Deməli, zaman qum saatındakı kimi axıb gedir. Onun idarə olunmasında ən böyük uşaqlar, biz yarım başlıq qurmuş olsaq, deyə bilərik ki, məsəl üçün, baxın, bu hissəyə qura bilərik, axıb gedən zaman və da zamanın dəyəri. Zaman qum saatındakı kimi axıb gedir. Onun idarə olunmasında ən böyük məharət indini əldən verməməkdir. Zaman axıb gedirsə, yəni biz indi yaşadığımız anın dadını çıxartmağı bacarmalıyıq, indini əldən verməməliyik. Odur ki, bugünün işini sabaha qoyma atlar sözünü axşamın xeyrindən sabahın şəri yaxşıdır kəlamından üstün tutun. Yəni ki, bugünün işini sabaha qoymayın. Çünki sabah nə olacaq bilmirik. Yəqin ki, böyüklərinizdən tez-tez indiki ağlım olsaydı kəlmələrini eşitmisiniz. Belə vəziyyətə düşməmək üçün zamandan maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır. Yəni, bəzən uşaqlar, insanlar qocalanda, yaşlananda fikir vermişsə deyirlər ki, indiki ağlım olsaydı. Çünki insan yaşlananda indiki ağlı ilə, keçmişdə indiki ağlı ilə qərarlar vermək istəyir. Bir dəfə caz ustası Louis Armstrongu məşhur fizik, Nobel mükafatı laureatı Niels Bohr'la tanış edilər. Onlar müəyyən müddət bir yerdə vaxt keçirməli olurlar. Armstrong fizikə şeypurda çalmağı öyrədir. Bohr da öz növbəsində onu atom nüvəsinin parçalanması üsulları ilə tanış edir. Biz vaxtımızı çox səmərəli keçirdik deyə Armstrong jurnalistlərə danışırdı. İndi onun caz, mənim isə atom haqqında müəyyən təsəvvürüm var. Dünyada uğur qazanan əksər insanların nailiyyətlərinin arxasında zamandan səmərəli istifadə dayanır. Qədim Roma filosofu Seneca da bunu deyirdi. Xoşbəxtlik uğura, uğur isə zamandan səmərəli istifadəyə bağlıdır. Deməli, uşaqlar, burada ola bilər ki, zamandan düzgün istifadə deyə bilərik burada da. Və yaxud da ki, məsəl üçün, bura deyə bilərik ki, elə zamandan səmərəli istifadə desək, məncə ən uyğundur. Zamanı idarə etməyi bacaran insan
məqsədə doğru yolunu planlaşdıran və bunun üçün lazım olan zamanı ayırmağı bacaran insandır. Planlaşdırdığımız iş ona ayırdığınız zamana uyğun olmalıdır. Yəni məsəl üçün siz bir iş görməyə planlaşdırırsınız və həmin iş məsəl üçün 3 gün, 1 günlük işdirsə, sonra 3 gün ayıranda sizin əlavə 2 gününüz itib getmiş olur. Həm işin çətinliyini, həm də öz əqli və fiziki imkanlarınızı nəzərə almalısınız. Filankəs bu işi filan vaxtda görür, mən də o qədər vaxt ayırım deyə düşünmək olmaz. Çünki hərənin öz gücü, hər enerjisi və ayırmalı olduğu başqa işlər var. Yəni vaxt ayırmalı olduğu başqa işlər var. Ona görə bir işi bir adam bir günə görə, bəzi adam elə adam var 3 günə görə, elə adam da var ki 6-7 saata görə bilər. İş və zaman nisbətini müəyyən edərkən işin keyfiyyətini əsas götürməlisiniz. Dərs oxuyanda da bu prinsipi əldə əsas tutmaq lazımdır. İki oxşar fənni ardıcıl oxumaq düzgün deyil. Çünki oxumaq düzgün deyil. Çətin dərsləri əvvələ, sevdiyiniz dərsi və ya işi yorğun vaxtına salsanız, vaxtınızdan daha səmərəli istifadə etmiş olarsınız. Fasiləsiz uzun müddət oxumaq da məqsədə uyğun deyil. Məsələn, uşaqlar, siz əgər sevdiyiniz dərsi əvvələ salıb, çətin dərsi axıra saxlasanız, artıq çətin dərsi anlamağa beyninizin gücü çatmayacaq, yorulacaq. Amma çətin dərsi əvvələ salsanız, sevdiyiniz fənni olsa tez yadınızda saxlaya biləcəksiniz. Deməli, burada biz hansı başlığı qoya bilərik? Deyə bilərik ki, iş və zaman nisbətində keyfiyyəti üstün tutun. Və ya da ki, işə görə zaman bölgüsü. Bəzən vaxt azlığından şikayətlənirsiniz, lakin vaxtı sizdən oğurlayanlar var. Geri dönüb baxsanız, vaxt oğrularınızı özünüz də görə bilərsiniz. Faydasız televiziya verilişlərinə baxmaq, lazımsız məşğuliyyət, internet vasitəsilə sosial şəbəkələrdə keçirdiyiniz hədər saatlar və s. Hər halda bu işlərə faydalı əməkdən sonra sizi əyləndirən, ovqatınızı yüksəldən bir mükafat kimi baxsanız daha yaxşı olar. Ancaq bu məşğuliyyətə ayırdığınız vaxta ciddi məhdudiyyət qoyun. Vaxt bitən kimi ondan ayrılın. Məsələn, özünüzə vaxt qoyun ki, mən cəmi 15 dəqiqə internetdə müxtəlif sosial şəbəkələrlə gəzəcəm və bəli ki, faydalı sosial şəbəkələr olsa daha yaxşı olar. Və məsələn 15 dəqiqənin sonunda da oradan ayrılmağı bacarın. Vaxt doğrularından biri də yuxudur. Alimlər hesablamışlar ki, 80 il ömrü olan insan gündə orta hesabla 7 saat yatırsa, ömürdən 23 il 4 ay oğurluyur. Təsəvvür edin ki, gündə bircə saat az yatsanız, faydalı həyat dövrünə ayırdığınız vaxtı bir neçə il uzada bilərsiniz. Planlı hərəkət edən insanlar yuxu məsələsində daha iradəli davranırlar. Uşaqlar, burada ən maraqlı başlıq zaman oğurları deyə bilərsiniz və ya da vaxt oğurları. Və ya da hədər gedən, boşa gedən zaman da deyə bilərsiniz. İlk baxışda planlı həyat tərzi sizə çox cansıxıcı görünə bilər. Yəni, məsəl üçün, düşünürsünüz ki, mən hər şeyi planlaşdırıb eləməyə çalışsam, bu çox sıxıcı olar. Özünüzü bir robot kimi hiss edə bilərsiniz. Hətta kimsə sizi pedantizmdə günahlandıra bilər. Ancaq nizamlı bir həyat tərzinə uyğunlaşmağa çalışsanız, qısa müddət ərzində bunun faydasını hiss edəcəksiniz. Planla hərəkət etsəniz, işləriniz üst-üstə düşməz və yığılıb qalmaz. Eləcə də nə vaxt dincəlib, nə vaxt dərslərlə məşğul olacağınızı və nə zaman əylənəcəyinizi dəqiq biləcək, hər şeyə vaxt çatdıracaqsınız. Zamandan düzgün istifadə qətiyyən ifrat dərəcədə çalışmaq, özünü yormaq, özünü sosial həyatdan ayırmaq, televizora imtina etmək deyil. Qabaqcadan səmərəli istifadə onun hansı hissəsini bunlara sərf edəcəyini qabaqcadan bilmək. Mən burası səhv oxudum. Zamandan səmərəli istifadə onun hansı hissəsini bunlara sərf edəcəyini qabaqcadan bilmək və bu bilgiyə görə hərəkət etməkdir. Yəni, sən bilməlisən ki, hansı işini nə zaman görüb, nə qədər vaxt ayıracaqsan, nə zaman görəcəksən. Və bu zamanda yəni, sən həmin işi qurtarıb, sonra özünə vaxt ayıra bilərsən. Məqsədə çatmaq və uğur qazanmaq üçün vacib amil həddən çox çalışmaq yox. Zamanın yüyənini əlinə alıb səmərəli çalışmaqdır. Burada da uşaqlar, belə bir başlıq qoya bilərsiniz ki, robot olmayın. Belə bir şey də qoya bilərsiniz. Bu da
Aylin Atmacanın Zaman Necə İdarə Etməli kitabından bir mətn idi. Çevirək bura. Deyir ki, aşağıdakı başlıqların mətnin hansı hissələrinə uyğun gəldiyini müəyyənləşdirin. Deməli, uşaqlar, biz baxın, sürətlə axıb gedən zamanı birinci hissəyə qoya bilərik. Daha sonra zamandan səmərəli istifadə etmək, bunu ikinci hissəyə qoya bilərik. İş və zaman nisbətində keyfiyyəti üstün tutun, üçüncü hissəyə. Vaxt oğruları, dördüncü və sonuncu hissədə robot olmayın. Qoya bilərik. Aşağıdakı hekayəni mətnin hansı hissəsinə əlavə edərdiniz? Gəlin, baxaq. Bir meşədə 2 nəfər ağac kəsirmiş. Birincisi səhər tezdən yuxudan durur, ağacları kəsməyə başlayırmış. Bir ağac yıxılan kimi o birisinə keçirmiş. Gün boyunca nə dincəlir, nə fasilə verirmiş. İkinci odunçu isə arabir dincəlir, hava qaralanda evə gedirmiş. Bir həftə beləcə çalışırlar. Sonda məlum olur ki, ikinci odunçu daha çox ağac kəsib. Birinci odunçu hirslənir. Necə ola bilər? Mən daha çox çalışmışam. Səndən daha tez işə başlamışam. Səndən daha gec işimi qurtarmışam. Amma necə olur ki, sən daha çox ağac doğramısan? Bu işin sirri nədir? İkinci odunçu ona cavab verir. Düzdür, sən dayanmadan, dincəlmədən işləyirdin. Mən isə arada bir dincəlirdim. Dincələ də baltamı itiləyirdim. İti balta ilə daha az zəhmət çəkib, daha çox ağac doğramaq olar. Deməli, uşaqlar, bu hissə, əgər hiss elədinizsə, mətnin 5-ci, yəni sonuncu hissəsinə aiddir. Yəni, robot olmayın hissəsinə. Görürsünüz, orada bizə nə deyirdi biraz əvvəl? Deyirdi ki, zamandan səmərəli istifadə eləmək o demək deyil ki, sən robot kimi işləməlisən. Sən özünə də vaxt ayırmalısan. Deməli, bu mətnin 5-ci hissəsinə, robot olmayın hissəsinə əlavə edilə bilər. Müzakirə verilib burada. Verilmiş aforizmlərdə ifadə olunan fikirlərə münasibətinizi bildirin. Adi insan zamanını necə öldürəcəyi, bacarıqlı insan zamanını necə qazanacağı haqda düşünür. Yəni, uşaqlar, adi insanlar düşünürlər ki, mən necə vaxtımı ötürüm ki, yəni gün başa çatsın. Amma bacarıqlı insan da istəyir ki, vaxtı elə bölsün ki, daha da çox işlər görsün, daha yeni uğurlar qazansın. Vaxt azlığından ən çox şikayət edənlər zamanlarından pis formada istifadə edənlərdir. Bəli, kim ki zamandan pis istifadə edirsə, düzgün istifadə eləmirsə, bütün günü televizora baxıb, telefonu oynayıb, axşam saat 10-da da gəlib deyir, ay mən dərslərimi öyrənə bilmədim, ay mən yazımı çatdıra bilmədim. O zaman gün ərzində vaxtını pis istifadə edənlər, səmərəsiz istifadə edənlər şikayətlənməməlidir. Yəni, zamanın qədrini bilməyənlər vaxt azlığından şikayət etməsinlər. Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz. Fikrini təsdiq edən esse yazın. Bircə saatın qədrini bilməyən adam həyatın da qədrini bilməz. Uşaqlar, mən bu mövzuda videonun aşağısında bir link yerləşdirəcəm. Ola bilər bir neçə link yerləşdirim. Həmin linkə daxil olaraq həmin sayta keçid eləyib, o saytlardan bircə saatının qədrini bilməyən adam həyatın qədrini bilməz essesini yaza bilər. Mətndə göy rənglə verilmiş sözlərin cümlədə hansı məna çaları? Mətndə göy rənglə verilmiş sözlərin cümlədə hansı məna çaları? Bənzətmə, səbəb, zaman, vasitə və s. əmələ gətirdiyini müəyyənləşdirin. Deməli, üçün səbəb bildirəcək. Məsəl üçün, belə vəziyyət düşməmək üçün zamandan maksimum dərəcədə səmərəli istifadə etmək lazımdır. Nə üçün zamandan səmərəli istifadə etmək lazımdır? Belə bir vəziyyət düşməmək üçün. İlə.
burada nə deyir? Deyir ki, parçalanması üsulları ilə. Deməli, burada ilə vasitə bildirir. Vasitə bildirən növüdür qoşmanın. Mükafat kimi. Ovqatımızı yüksəldən mükafat kimi. Burada bənzətmədir. Deməli, vaxt bitən kimi. Burada kimi zamandır. Qutardı. Deməli, biz hamısını qeyd elədik. Bənzətməni də, səbəbi də, zamanı da, vasitəni də. Və bunlar qoşmaların növləri idi. Baxaq bura. Verilmiş sözlərin müvafiq cümlələrdə nöqtələrin yerinə əlavə edin və onların yaratdığı mənaçalarını izah edin. Səndən ötrü darıxmışam. Səndən ötrü darıxmışam. Səndən. Bu darıxmışam deyil. Demə nə deyirəm belə? Danışmışam. Səndən əvvəl danışmışam. Bu birincidir. Səndən ötrü darıxmışam. Şəhərə çatan kimi ilk növbədə Şəhidlər Xiyabanını ziyarət etdi. Körpə əllərini anasına uzatdı. Körpə əllərini anasına doğru uzatdı. Deməli, burada birinci səndən əvvəl zaman bildirir. Yəni, səndən əvvəl başlamışam bu işə. Daha sonra səndən ötrü. Burada deməli, səbəbdir. Deməli, bu zaman idi, birinci. İkinci səbəb idi. Şəhərə çatan kimi. Deməli, bu nə zaman? Şəhərə çatan kimi zamandır. Anasına doğru. Bu isə istiqamət. Anasına tərəf, anasına doğru. Bu isə istiqamət bildirir. Qoşma kömək nəticəsidir. Leksik mənası olmazsa cümlədə sözlərə qoşulub mənaçaları yarada bilir. Mən məktəbə tərəf istiqamət bildirir, gedirəm. Mən məktəbə qədər, yenə də məsafə bildirir. Sənin üçün çalışıram. Bu isə səbəb, məqsəd, deməli, qoşmasıdır. Darıxmağıma sənin üçün çalışıram. Çalışmağımın səbəbi sənsən. Qoşmaları tapın və uyğunluğu müəyyən edin. İnternetdən Qarabağa dair xeyli material tapdım. Qarabağa dair. Bu aidlik bildirir. Deməli, birinci, bir dəqiqə, aidlik, aya aiddir. O ailəsi ilə, bu birgəlik bildirir. Çünki ailəsi ilə. Səbəb, bu B-dir. Bəzi adamlar müəllifin səhvini tutmaq üçün nə səbəbi kitab oxuyurlar? Müəllifin səhvini tutmaq üçün. Ay, mən bir dəqiqə, ailəsi ilə birgəlik deyib gəlib aşağıda işarə eləyirəm. Deməli, üçüncü C-dir. Yəni, səbəb, məqsəd, mənası bildirən C-dir. Baxın, budur səbəb. Burada birgəlik budur, bu da dair sözüydür. Sonra, aydın sevincindən quş kimi uçmaq istəyirdi. Bənzətmədir. Yəni, onun uçmaq sevinci quşa bənzətilirdi, yəni. Bənzətmə. Bu D-dir. Dünəndən bəri, nə zaman? Bu da zaman bildirir. E variantı. Cümlələrdə nöqtələrin yerinə uyğun gələn qoşmaları əlavə edin. Eldardan başqa, məncə budur. Heç kim gəlməmişdi. İllərdən bəri onunla görüşməmişdim. Nə zaman? Yəni, bu zamandır. Deməli,
Ana qəhrəman oğlu ilə bu birgəlikdir. Düşmənə qarşı nifrətim daha da artdı. Bu dördüncüdür. Bu uşaq, yəni düşmənə qarşı, düşmənə tərəf bir növ istiqamət bildirir. Onunla qarşılaşdığım üçün sevinirdim, bu səbəb bildirir. Bu məsələyə dair suallarınıza cavab verə bilərəm. Bunu desən özləri yazıblar, burada qeyd olunub. Bu məsələyə dair. Bu aidlik bildirir, dair. Bu məsələyə dair. Burada 6-cıdır. Onun rejissor, onun kimi. Burada olur 7, onun kimi. Bir növ bənzətmədir, yəni onun kimi. Onun ən yaxşı rejissoru ona bənzədirlər. Yağışdan sonra nə zaman? Bu da zaman qoşmasıdır. Hər dəfə çox bir zaman zərf demək istəyirəm. Demək, zaman qoşmasıdır. Sonra bilirsiniz də həm zərfdir, həm də qoşmadır. Zərf o zaman qoşma olur ki, əvvəldə çıxışlı halda olan söz gəlir. Diqqətinizə görə təşəkkür edirəm.